Ölçmə zamanı əşyaları ölçən zaman biz müəyyən xətalara yol veririk. Bu xətaları dəyərləndirmək üçün və sonradan qərarlar qəbul etmək üçün riyaziyyatda iki anlayışdan istifadə olunur. Mütləq və nisbi xəta anlayışları. Bu anlayışlara bir-bir baxaq. Məsələn, əvvəlcə mütləq xəta. Deyək ki, bizə karandaşın uzunluğunu və məsələn, evin uzunluğunu ölçmək lazımdır. Fərz edək ki, reallıqda karandaşın uzunluğu 5 santimetrdir, amma biz onu ölçürük 4 santimetr. Burada yol verdiyimiz xəta aydındır ki, 1 santimetrə bərabərdir. İndi fərz edək ki, evin reallıqda uzunluğu 10 metrdir, yəni 1 santimetr. Amma biz ölçən zaman 999 santimetr ölçmüşük. Yəni bu zamanda yol verdiyimiz xəta 1 santimetrə bərabər oldu. Göründüyü kimi bu xətalar eynidir, amma obyektlər fərqlidir. Məsələn, karandaş əgər 5 santimetrdirsə, biz onu 4 santimetr ölçmüşüksə, bu bir karandaş üçün böyük xətadır. Amma ev üçün 10 metrlik bir ev üçün 1 santimetr elə də böyük xəta deyil. Bunları bax, obyektin də nəzərə almaq üçün riyaziyyatda digər bir anlayışdan, nisbi xətadan istifadə olunur. Və məsələn, birincinin nisbi xətasını hesablayaq karandaşın. 5 çıxılsın 4 bölürük karandaşın real ölçüsünə. Bu eləcək 5'də 1. Adətən faizinə ifadə olunur. Deməli 0,2 vur 20%. 1000 çıxılsın 999 bölək 1000'ə. Burada da 1 bölünsün 1000. Vuraq 100%'ə. Deməli 1/10, 0,1%. Göründüyü kimi biz karandaşı ölçərkən çox kobud bir xətaya yol vermişik. 20%. Demək olar ki, əşyanın 5'də 1'i nəzərə almamışıq. Amma evi ölçəndə 0,1% xətaya yol vermişik. Göründüyü kimi burada xəta kiçikdir. Beləliklə, nisbi xəta ölçmələrdə hansı obyekti necə ölçdüyümüz haqqında daha yaxşı məlumat verir.